Hər vaxtınız xeyir olsun. Hal-hazırda mən Agroservis Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional nümayəndəliyindəyim və gördüyünüz kimi mənim solumda da, sağımda da hər tərəfdə gübrələr var. Hansı gübrə? Karbamid gübrəsi. Bəs niyə görə karbamid gübrəsi? Çünki mövsümün ən lazımlı və sizin üçün ən sərfəli gübrəsi məhz karbamid gübrəsidir. İstənilən fermer, istənilən rayon bölməsindən asanlıqla bu gübrəni əldə edə bilər. Yox, əgər siz Ucqar kənddə və yaxud da qəsəbədə yaşayırsınızsa, ona görə də bizim 1659 nömrəsinə sadəcə bir zəng edirsiniz və tələbata uyğun olaraq biz həmin kənd və qəsəbələrə səyyar satış xidmətləri təşkil edirik. İndi isə gəlin, karbamid harda və necə verilməlidir? Bu haqda tanışalaq. Təbiətdən alınıb, təbiətə verilən gübrə də deyilir. Bəli, bu gübrə karbamid gübrəsidir. Gördüyünüz kimi əlimdə olan karbamid gübrəsinin təsviri necə deyirlər? Bəmbəyaz, ağ rəngdə dənəvər formadadır. Karbamid hər hektara 140-150 kiloqram verilməsi məqsəd uyğun görülür. Lakin unutmayın ki, istənilən şəraitdə torpağa gübrə verdiyi zaman torpaqda mütləq şəkildə analiz götürülməlidir və analizin nəticəsinə uyğun olaraq həmin sahə gübrələnməlidir. Hal-hazırda gördüyünüz kimi hava şəraiti günəşlidir, lakin buna baxmayaraq burada torpaq nəmdir. Çünki bir neçə saat öncə burada hava bulutluydu və yağış yağmışdı. Elə əsasən də karbamid gübrəyə torpağı məhz nəm olduğu təqdirdə vermək lazımdır. Bu zaman karbamidin itkisi çox az olur. Karbamid necə və harada hazırlanır? İndi isə gəlin gedək onunla tanış olaq. Hazırda biz karbamid gübrəsinin istehsalından sonra ilkin saxlama anbarındayıq. Bəs bu anbarın funksionallığı nədən ibarətdir? Karbamid nəyə görə ilkin olaraq bura gətirir? Bu haqda bizə əlbəttə ki, mütəxəssisimiz məlumat verəcək. Bizim hal-hazırda durduğumuz yer karbamid məhsulunun ilkin saxlanması anbarıdır. Burada karbamid məhsulunu ilk olaraq həm soyudulması, həm də saxlanması üçün istifadə olunur və qablaşdırmadan qabaq hazırlıq prosesi aparılır. Səhv etmirəmsə, gübrə bu yuxarı hissədən gəlir, tökülür və orada bir paylayıcı qurğu var. O haqda bizə məlumat verərdiniz? Yuxarıdan deməli ilk öncə karbamid məhsulu konveyer vasitəsilə gəlir. Texnoloji prosesdən gələn konveyer üzərində yerləşən avadanlıq triperkar vasitəsilə məhsul səpələnir açıq anbar sahəsinə. Ümumiyyətlə, karbamid gübrəsi hansı şəraitdə necə vəziyyətdə saxlanmalıdır? Yəni, saxlanma şəraiti necə olmalıdır? Həm istehsalat prosesində, eyni zamanda artıq istehsalat prosesindən sonra alıcılar alıb, onlar tərəfindən də bu saxlanma şəraiti necə riayət edilməlidir? Bu haqda biraz məlumat verərdiniz bizə. Hal-hazırda saxlanma anbarında, yəni havalandırma sistemi mövcuddur ki, yəni standarta uyğun olaraq karbamidin saxlanması həyata keçirilir. Hal-hazırda burada 25 dərəcənin artıq olmamaq şərtində və rütubət 70% yuxarı olmamaq şərti ilə karbamid məhsulunun saxlanması həyata keçirilir. Biz isə daha sonra keçirik gübrənin paketlənmə hissəsinə. Paketlənmə hissəsində də hansı şərtlərə riayət olunmalıdır, o haqda sizə məlumat verəcəyik.
saxlama anbarından sonra hansı ki orada gübrələr artıq soyudulur, paketlənməyə hazır vəziyyətə gətirilir. O seksiyadan bu seksiyaya keçirilir. Karbamid gübrəsi standartlara uyğun şəkildə müasir innovativ texnikalar vasitəsilə burada paketlənmə prosesindən keçirir. Əsasən Sokar Karbamid zavodunda gübrə 2 paketdə istehsal olunur. Biri 40 kiloqramlıq və daha iri paketlərdə qablaşdırılır. Karbamid gübrəsi istehsal edildiyi obyektdə 6 ay müddətində, alıcının saxlama anbarında isə 2 il müddətinə saxlanıla bilər. Lakin unutmayın, istənilən gübrələr mütləq şəkildə saxlanma qaydalarına uyğun şəkildə saxlanmalıdır. Agroservis Açıq Səhmdar Cəmiyyəti olaraq Sokar Karbamid zavodundan karbamid gübrəsinin yerli struktur bölmələrimizin anbarına daşınması prosesi davam etdirilir. Bizim anbarlarımızın yerləşdiyi məntəqələrdən daha uzaq məsafədə yerləşən kəndlərdə, qəsəbələrdə və digər yaşayış məntəqələrində fəaliyyət göstərən kənd təsərrüfatı məhsul istehsalçılarının da tələbatın ödənilməsi məqsədi ilə səyyar satışlarımızla davam etdirilir. Karbamid zavodunun məhsulu olan karbamid gübrəsi azotlu gübrələr sırasına daxil olmaqla yanaşı, azotlu gübrələrin içərisində olan tərkibindəki azotun kütlə payının daha çox olması ilə fərqlənir. Belə ki, karbamid gübrəsinin tərkibində 46% azot elementi var və bu gübrə digər gübrələrdən fərqli olaraq torpağın şoranlaşmasına və yaxud da digər mənfi təsirləri daha az olur. Hal-hazırda payızlıq əkinlərin azotlu gübrələrlə təmin edilmə mövsümündə karbamid zavodundan daşınma gördüyünüz kimi davam etdirilir. Fermerlərimiz, kənd təsərrüfatı məhsul istehsalçılarımız karbamid gübrəsinə olan tələbatlarını cəmiyyətin istənilən rayonda yerləşən anbarlarına, yerli struktur bölmələrinə müraciət edərək İstər fermer kartı vasitəsilə, istər şəxsi vəsaiti hesabına sözü gedən karbamid gübrəsindən əldə edə bilərlər. Karbamid gübrəsinin anbar qalığı kifayət qədər var və satış prosesi davam etdikcə həmin anbar qalığının da bərpası davam etdirilir. Hazırda mən zavodun mərkəzi idarəetmə otağındayam. Gördüyünüz bu monitorlarla dolu olan otaqda karbamid gübrəsinin əmələ gəlmə prosesinə nəzarət edilir, müşahidə olunur və əgər hər hansı bir problem yaranarsa dərhal aradan qaldırılır. Bu barədə isə daha ətraflı mütəxəssis özü cavablandıracaq. Bildiyiniz kimi hər il dünyada 100 milyon ton karbamid istehsal olunur və bunun 90%-i, təkcə 90%-i göndərilir kənd təsərrüfatına, digərləri isə müxtəlif sahələrdə istifadə olunur, dərman sənayesi, həmçinin neftlərin parafinsizləşməsi və s. Biz onunsa öz zavodumuzda 660 min ton hissəsini istehsal edirik
və həmin karbamidin istehsal olunması üçün təbii ki, mürəkkəb texnoloji proseslər həyata keçirilməlidir. Həmin texnoloji proseslərin həyata keçirilməsi üçün bizə xam mal qismində birinci olaraq təbii qaz, atmosfer havası və su buxarı lazım olur. Bundan sonra isə texnoloji proseslərin izlənməsi və texnoloji parametrlərin tənzimlənməsini həyata keçirmək lazımdır və proses fasiləsiz olduğu üçün görülən bu hissədən, yəni mərkəzi idarəetmə otağından fasiləsiz olaraq proseslər aparılır və operatorlar tərəfindən və mütəxəssislər tərəfindən proseslər izlənilir və hər hansı bir dəyişiklik halları olarsa və təbii ki, ona müdaxilə edilməklə proseslər normaya salınır. Bildiyiniz kimi Sokarın karbamid zavodu Respublikada sənaye miqyasında azot gübrəsi istehsal edən yeganə müəssisədir. Zavodun məhsulu həm daxili bazarda, həm də xarici bazarlarda satılır. Daxili bazara gəlincə, biz burada çox maraqlı bir tendensiya görürük ki, bizim satışlarımız ildən ilə artır və burada xüsusilə vurğulamaq lazımdır ki, 2021-ci ildə daxili bazarda 49 min ton azot gübrəsi satılmışdırsa, 2022-ci ildə bu rəqəm 3 dəfə artaraq 146 min tona çatmışdı. Yəni ki, daxili bazarda gördüyünüz kimi tələbat da çoxalır, həm də gübrəmizi fermerlər tanıyırlar, artıq ona inam da çoxalır və bu da bizim satışlarımıza öz müsbət təsirini göstərir. Daxili bazarda satış həcmlərinin artması ilə yanaşı, həm də bizim gübrəyə marağı olan şirkətlərinin sayında kəskin artımı görürük və tutaq ki, 2021-ci ildə karbamid gübrəsini Respublika daxilində cəmi 44 şirkət alırdısa, 2022-ci ildə artıq bu şirkətlərin sayı 83-ə çatmışdır. Karbamid gübrəsinin satışında daxili bazarda ən çox pay Aqroservis Açıq Səhmdar Cəmiyyətinə düşür və bu rəqəm təxminən 20% ümumi satışların 20%-ni təşkil edir. Əziz fermerlərimiz, əmin ola bilərsiniz ki, karbamid gübrəsi tam azot gübrəsidir və bu gübrənin əldə olunması üçün bizə cəmi 3 təbii resurs lazımdır: hava, su və təbii metan qazı. Belə ki, əziz fermerlər, siz də ekoloji kənd təsərrüfatı məhsullarını və məhsuldarlığını daha da artırmaq istəyirsinizsə, onda təbiətdən alınan və təbiətə geri verilən karbamid gübrəsindən istifadə etməyi unutmayın. Odur ki, Sokar karbamid zavodunun istehsal etdiyi yüksək keyfiyyətlərə malik karbamid gübrəsini bizim Aqroservisin rayon bölmələrindən əldə etməyi unutmayın. Hələlik!